Herkese salam, xoş gördük. Bugünkü izahımızda biz sizinlə birlikdə tamamilə fərqli, bir qədər ezoterik və olduqca dərin fəlsəfi bir səyahətə çıxacağıq. Biz Vahid Rızayevin makrodan mikroya, yəni nəhəng kainatdan tutmuş, insanın daxili aləminə qədər uzanan o unikal fəlsəfi nəzəriyyələrini araşdıracağıq. Təsəvvür edin, bu qısa vaxt ərzində həm yerin lap dərinliklərinə inəcəyik, həm də reallığın o gözlə görünməyən incə tellərinə toxunacağıq. Odur ki, əyləşin, fikrinizi cəmləyin və gəlin birlikdə kəşf edək. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Ölüb yenidən dirilmək, yoxsa hər an dayanmadan yenilənmək? Baxın, əslində təhlil edəcəyimiz bütün bu mürəkkəb fəlsəfənin mərkəzində elə məhz bu sual dayanır. Klassik reinkarnasiya anlayışını yəqin ki onsuz da bilirsiniz. Adətən, bu dedikdə insanın ölməsi və ruhunun başqa bir bədəndə yenidən doğulması nəzərdə tutulur, elə deyilmi? Amma bizim bugün öyrənəcəyimiz konsepsiya məsələyə tamamilə fərqli, inqilabi bir rakursdan yanaşır. Bizə belə bir düşüncə təqdim olunur ki, bəlkə də reinkarnasiya heç də ölümdən sonraki bir proses deyil, bəlkə o, elə indi, siz məni dinlədiyiniz bu saniyədə baş verir. Bu da bizi elə birinci hissəyə gətirib çıxarır. Reinkarnasiyanın yeni anlamı. Yəni, reallığın və həyatın necə işlədiyini izah edən tamamilə yeni bir baxış bucağı. Deməli, bu yanaşmaya görə reinkarnasiya sadəcə ölümdən sonra bizi gözləyən hansısa qorxulu və ya mistik bir dövr deyil, əsla. Əksinə bu, bədənimizin və ətrafımızdakı reallığın hər an, bəli, hər an təkrar-təkrar yeniləndiyi açıq və davamlı bir mexanizmdir. Mənbəyə əsasən, bədənimiz, hüceyrələrimiz sanki hər saniyə tükənir, yəni mikro səviyyədə bir növ ölür və eyni anda dərhal yenidən formalaşır, yəni dirilir. Düşünün ki, bu yanaşma reinkarnasiyanı o qaranlıq senaridən çıxarır və onu bizim gündəlik, saniyə-bə-saniyə yaşadığımız təbii bir bioloji ritmə çevirir. Olduqca fərqli yanaşmadır, elə deyilmi? Və bu da məsələni çox gözəl izah edir. Gəlin planetimizin qütblərinə baxaq. Müəllifin çox maraqlı bir analogiyası var. Təsəvvür edin ki, yerin qütbləri məhz bu cür işləyir. Şimal qütbü tükəndirən, enerjini xərcləyən, məcazi mənada öldürən istiqaməti, cənub qütbü isə bərpa edən, canlandıran, yəni dirildən istiqaməti təmsil edir. Və bu iki əks qütb arasındakı o dayanmaz çəkişmə, yəni bu daimi yenilənmə, əslində yer kürəsinin fırlanma sürətinin sabit qalmasına xidmət edir. Biri xərcləyir, o biri doldurur. Beləliklə, qlobal bir hərəkət balansı yaranır. Yaxşı, gəlin indi fəlsəfədən biraz uzaqlaşıb planetin dərinliklərinə enək. İkinci hissə, yerin nüvəsi və zəlzələlər. Bəs bütün bu proseslər praktiki olaraq necə baş verir? Təqdim olunan mexanizmə görə hər şey yerin o qaynar, çox funksional nüvəsindəki aktivliklə başlayır. Mənbə iddia edir ki, nüvə dayanmadan pay-pay enerjilər, yəni işıq zərrələri yayır. Nüvədən sanki təkanlarla ayrılan bu zərrələr dərin laylarda tektonik yerdəyişmələrə, yəni bizim dildə desək zəlzələlərə səbəb olur. Və işin maraqlı tərəfi odur ki, dərinliklərdəki bütün o dəyərli faydalı qazıntılar var ha, bax onlar da məhz bu işıq zərrələrinin yaratdığı istilik, soyuqluq və təzyiq nəticəsində formalaşır. Yəni bu nəzəriyyəyə görə zəlzələ sadəcə qorxulu bir fəlakət deyil, o əslində yerin daxili və çox vacib bir həyat mexanizmidir. Zəlzələnin necə yarandığına gəldikdə onu gözünüzdə belə canlandırın. İlkin ocaq formaca trapeziya və ya 90 dərəcəlik bir qıfa bənzəyir. Zərrələr həmin bu qıfdan yuxarıya, yer qabığına doğru şiddətlə püskürür. Təkan baş verəndən dərhal sonra aşağıda yaranan o boşluq, saniyələr içində nüvədən gələn yeni zərrələrlə yenidən dolur. Və bu ani dolma prosesi avtoşok, yəni ikinci bir silkələnmə, ardıcı təkan yaradır. Təsəvvür edirsiniz, bu dayanmaz boşalma və dolma mexanizmi yerin dərinliklərində təkanların əslində niyə heç vaxt dayanmadığını izah edir. Və burada olduqca heyrətamiz bir iddia var. Heç fikir vermisinizmi? Bəzən böyük zəlzələlər niyə məhz sübh tezdən səhərə yaxın baş verir? Konsepsiyaya əsasən səbəb olur ki, yerin nüvəsi sübh çağı günəşin planetimizi işıqlandırmasına öz daxili işıq gücü ilə dəstək olur. Bəli, düz eşitdiniz. Və nüvənin səhər saatlarında xərclədiyi bu əlavə enerji sərfi böyük təkanlar yaradır. Təbii ki, qeyd olunur ki, biz insanların səthdə yaratdığı o böyük süni vibrasiyalar, məsələn, ağır partlayışlar və ya müharibələr də daxildəki bu ocaqları oyada bilir. Bütün bunlar isə bizi üçüncü hissəyə aparır. Tükənməyən həyat mənbəyi. Yəni, su. Gəlin görək, suyun burada rolu nədir? Baxın, burada olduqca məntiqli, 3 pilləli zəncirvari bir əlaqə qurulub. Birinci, bayaq danışdığımız o dayanmaz zəlzələlər dərin qatları sarsıdır. İkinci, bu sarsıntılar və nüvənin o yaydığı işıq zərrələri nəticəsində su generasiya olunur, yəni su yaranır. Belə çıxır ki, əgər bu dərin silkələnmələr dursa, yeraltı sular heç vaxt yerin səthinə qalxmaz.
Və nəhayət üçüncü, səthə çıxan bu sudan bizi əhatə edən, nəfəs aldığımız hava qatı formalaşır. Yəni, məntiq çox sərtdir. Yeraltı təkanlar dayanarsa, su olmaz. Su olmazsa, hava olmaz. Və nəticədə həyat məhv olar. Gəlin biraz da irəli gedək və bunun mikro səviyyədə necə inkişaf etdiyinə baxaq. 4-cü hissə, düşüncə tezliyi və materiya. Yəni qaya parçasından tutmuş insan emosiyalarına gedən o yol. Bu fikir sözün əsl mənasında adamı düşünməyə vadar edir. Adətən materiya deyəndə ağlımıza ancaq toxuna bildiyimiz cansız əşyalar gəlir, düzdür? Amma bu tərifə görə materiya bütün kainatdakı canlılar arasında hissləri və duyğuları daşıyan çox nəhəng bir kosmik naqildir. O sadəcə isti və soyuğu yox, emosiyaları da daşıyır. Təsəvvür edin, əgər minlərlə, milyonlarla insan eyni anda kədərlidirsə və ya qəzəblidirsə, bu güclü ortaq düşüncə tezliyi materiyaya ötürülür və ətraf mühit, hətta təbiət də onlara qoşulub sanki küsür. Başqa sözlə, bizim daxili vəziyyətimiz fiziki dünyanın halına birbaşa təsir göstərir. Və nəhayət 5-ci hissə, hər bir varlıq fərddir. Kosmik yenilənmənin ən gözəl, ən unikal nəticəsi. Diqqət etsəniz, təbiətdə tam təkrara rast gəlmək demək olar ki, qeyri-mümkündür. Müəllif bunu çox poetik misallarla izah edir. Bəli, bənzərlik var, amma ideal kopya yoxdur. Məsələn, göydən yağan qar dənəcikləri, hamısı altıbucaqlıdır, amma heç biri digərinin eynisi deyil və ya əkizlər. Vizual olaraq eyni görünürlər, lakin diqqətlə baxsanız mütləq fərqlər var. Bir budaqdakı 2 eyni meyvə, dəniz sahilindəki trilyonlarla qum dənəzi, hətta gözlə görünməyən bitki hüceyrələri. Kainat heç nəyi kütləvi istehsal etmir, dostlar. O, yalnız bənzəri olan orijinallar yaradır. Bəs niyə? Kainat ideal kopyalar yaratmaqdan niyə bu qədər qaçır? Müəllif izah edir ki, kainatın məqsədi köklərin, qanın və genetik yaddaşın qarışmasının qarşısını almaqdır. Əgər hər hansı bir canlının tam 100%lik kopyası yaransaydı, nəsildən nəsilə ötürülən o müqəddəs qan yaddaşı qarışardı. Nəticədə gələcək nəsillər natamam, sistem qüsurlu olardı. Buna görə də genetik yaddaş təmiz qalsın deyə hər bir insan, hətta sizinlə eyni qan qrupundan olan biri belə tamamilə bənzərsiz, təkrar olunmaz bir fərd kimi dünyaya gəlir. Baxın, ən həlledici məqam budur. Bütün bu böyük galaktik miqyaslı nəzəriyyə sonda gəlir və insanın o ən kövrək, ən dərin duyğularına söykənir. Vahid Rızayevin mənbədəki bu sözləri əslində hər şeyi izah edir. Atam daha dönməyəcək, anam da daha dönməyəcək, mən də daha dönməyəcəyəm. Məndən sonra kimsə olacaq, bənzərimdə, oxşarımda olacaq, amma mən olmayacağam. Məncə heyrətamizdir. Bütün o kosmik fizika, zəlzələlər, işıq zərrələri sonda gəlib bizim fərdi, təkrar olunmaz varlığımız qarşısında boyun əyir. Siz varsınız, siz təksiniz və inanın mənə, bir daha sizdən olmayacaq. Bununla da mövzumuzun sonuna gəlib çatdıq. Bugün qaynar nüvədən tutmuş o sərif qar dənəcəyinə, həyat verən yeraltı sarsıntılardan insan emosiyalarına qədər hər şeyin necə bir-birinə bağlı olduğunu gördük. Və mən bu izahımızı belə bir düşündürücü sualla yekunlaşdırmaq istəyirəm. Əgər doğrudan da bədəniniz və reallıq hər an dayanmadan yenilənirsə və sizin duyğularınız bütün dünyanı dəyişə biləcək bir enerjidirsə, tam olaraq bu saniyədə, özünüzün bu yeni anında siz kainata hansı düşüncə tezliyini yayırsınız? Həqiqətən də üzərində düşünməyə dəyər. Məni dinlədiyiniz və bu maraqlı, bəzən də mürəkkəb fikirləri mənimlə birgə kəşf etdiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm bu təhlil sizin üçün də yeni üfüqlər açdı. Növbəti görüşlərədək özünüzə yaxşı baxın.